Deməli, əziz izləyicilər, bugün bir mövzu gündəm olubdur. Bir çoxunun çox sevdiyi sənətkar, gözəl müğənnimiz, Respublikamızın əməkdar artisti Elnarə xanım Abdullayevanın bildirdiyi fikir gündəm olubdur. Bir çox sosial şəbəkələrdə, səhifələrdə paylaşılır o mövzu ki, Elnarə xanım söyləyib ki, bir çox qadınlar, belə deyək də, statusunda, ondan sonra TikTokda, nə bilim, Instagramda öz şəkillərini paylaşır və başqalarının əri, qardaşı, atası ona baxır. Bunu nəyə görə edirlər? Niyə kimsə baxmalıdır? Bunu da və mən düşünürəm ki, düz deyibdir. Düzdür, bir çoxları yıxıb sürüsələr də, belə deyək, hətta müəyyən, belə deyək, psixoloqlar onu analiz eləsələr öz aləmlərində, ancaq bununla səhifələrinə səs yığmaq, pasient yığmaq üçün bunu etsələr də, yəni Elnarə xanımın sözündə həqiqət var. Bugünkü gündə biz bəli görürük ki, sosial şəbəkələrdə çox xanımlar şəkillərini paylaşırlar. Kiminsə anasıdır, kiminsə bacısıdır, kiminsə arvadıdır, kiminsə qızıdır, şəkillərini paylaşırlar. Yəni bunu demək istəyirəm ki, bax burada məqsəd nədir? Nəyə görə paylaşırsınız? Birincisi, keçmişdə də hər kəs şəkil çəkdiribdir. O şəkillər albomda olubdur. Onları özü üçün. Və evə də qonaq-zat gələndə kimsə istəyibdir baxmaq, o albomu qoyublar orada baxıbdır. Ancaq bugün sosial şəbəkələrdə hər kəs baxa bilir. Sosial şəbəkələrdə də bilirik ki, hər cürə insan var. Yəni, bugün sənin orada sosial şəbəkələrdə şəklini kimsə götürüb, belə deyək də, fake profil yaradıb, hansısa bir qadın kimlənsə belə deyək, danışırsa və sənin şəklini götürüb oradan ata bilər ki, bu mənəm. O insan da ola bilər ki, sənin qardaşının dostu ola bilər, sənin ərinin dostu ola bilər, sənin atanın dostunun oğlu ola bilər. O insan düzdür, tanımır, götürüb atır ona ki, bu mənəm, sənlə danışan mənəm. Amma sizin də heç bundan xəbəriniz yoxdur. Və sabahsı günü o qardaşınızın dostu, ondan sonra ərinizin dostu və yaxud atanızın dostunun oğlu düşünəcək ki, bu filan kəsdir. Fake profil yaradıbdır və məndən danışır. Deməli, bu yaxşı qadın deyil. Amma halbuki sizin heç belə bundan xəbəriniz yoxdur ki, nələr baş verir. Sadəcə kimsə, hansısa bir belə deyək, şərəfsiz bir qadın götürüb oradan sizin şəklinizi və başqasına atıbdır. Və o da ki, tanış çıxıbdır. İndi siz sübut eləyə biləcəksinizmi ki, o siz deyilsiniz? Bəli, siz bilirsiniz, Allahınız bilir ki, bu siz deyilsiniz. Bunu götürüb başqası atıbdır. Heç nə sizi tanıyır, nə o adamı tanıyır. Ancaq siz bunu sübut eləyə bilməyəcəksiniz. Sabahsı günü yoldaşınız ona görə ailəniz dağıla bilər ki, sən götürüb kiməsə fake profil yaradıb, kiməsə şəkil atsan, kimləsə danışsan, tanışlıq məqsədi ilə evdə misal üçün qardaşınız bu haqqda dalaşa bilər və həmçinin də sabahsı günü qardaşınız kimlənsə dalaşanda deyə bilər ki, sənin bacın fake profil yaradıbdır, kiməsə şəklinə atır, atanıza bunu deyə bilərlər, sənin qızın fake profil yaradıb, kiməsə şəklini atır. Amma halbuki sizin heç bundan xəbəriniz yoxdur. Hansısa bir üzr istəyirəm, şərəfsiz bir qadın sizin şəklinizi götürüb başqasına atıb. Sizin də xəbəriniz yoxdur. Yəni bu lazımdır, siz indi onu sübutmu eləyə biləcəksiniz? Yox. Yəni bax bu yerdə düz deyir. Yəni nəyə görə xanımların şəkli TikTokda, Instagramda, nə bilim digər sosial şəbəkələrdə olmalıdır. Ora maariflənmək üçün girirsinizsə, heç adınızı da yazmayın orada da. Yəni belə deyək də, adınız Vüsaləsə Vüsal yazın. Bir oğlan adından girin. Əgər orada videolara baxmaq istəyirsinizsə, nə bilim nəsə bir maarifləndirici bir şey almaq istəyirsinizsə, adınızı yazın ki, misal üçün Vüsaldirsə Vüsalə, Vüsalədirsə Vüsal yazın, Xəyalədirsə Xəyal yazın, nə bilim bir qardaşınızın adını yazın, atanızın adınızı yazın, bir oğlan adı yazın ki, ora səhifə göyə oğlandır. Nəyə görə bunu deyirəm? Çünki bax elə sosial şəbəkələrdə də rast gəlmişik, bəlkə də çoxunuzun da qarşısına çıxır, bir qadın paylaşır ki, görün nə qədər oğlan yazıbdır. Ay xanımlar, bəlkə bunların içində sizin əriniz var. Yəni
orada bir qadın şəkli qoydun, bir qadın səhifəsi yaratdın, o qədər anasına, bacısına hörmət qoymayan oğlanlar var və heç ondan da əlavə çoxları belə deyək də tanışlıq məqsədi ilə girib yazırlar. Siz də məsəl üçün ailəli qadınsınız, nə bilim, heç ailəli olmayın, kimisə bacısız götürüb orada o sizə yazar və yaxud nəsə də sabahsı günü siz ərinizin də, atanızın da, qardaşınızın da adını batırırsınız axı. Bunu niyə düşünmürsünüz? Yəni sizin niyə şəkilləriniz orada olmalıdır? Yəni özünüz üçün çəkirsinizsə, öz telefonunuzda olsun. Əriniz üçün çəkirsinizsə, qardaşınız üçün çəkirsə, çəkin yollayın ki, baxın mənim şəklimə. Yox, orada qoyurlar bəzən deyir ki, qohumlar üçün. Birinci heç qohumdan elə qohumlar var ki, heç yadın eləmədiyini o qohum eləyir. Sənin şəklini götürə bilər, o da başqa pis məqsədlərlə istifadə edə bilər, nə bilim, əməl və s. da, ya kiməsə göndərib, nəsə bir şey eləyə bilər, ailəni dağıtmaq üçün. Yəni, nəyə görə bunlar lazımdır? Bundan da əlavə, bax, siz sosial şəbəkələrdə mən görürəm də, rəy yerlərində bir də görürsən, o onunla dalaşır, bu bununla dalaşır. Məsələn, bir oğlan bir qızla və yaxud bir qız bir qızla dalaşır, eləyir, fikirləri düz gəlmir. Götürdü sizin oradan şəklinizi. Misal üçün, göndərdi bir xaricdə olan qohumuna. İndi də bugün süni intellekt belə yox, belə yayılıbdır. Video şəklinizi sizin hansısa bir kişi ilə birləşdirib qoydular və yaxud belə deyək, nəsə bir video düzəltdilər, pis video düzəltdilər, qoydular və onu da sonra da fake profildən yaydılar. Kim onu tapacaqdır, kimdir eləyən, sübut eləyə biləcəksizmi? Yox. Bir çoxunun da yanında biabır olacaqsınız. Bəli, özünüz də biləcəksiniz, bunu siz etməyibsiniz, Allahınız da biləcəkdir, siz etməyirsiniz, ancaq bunu ediblər. Yəni, bu nəyə lazımdır ki, bunu kimsə etsin? Niyə buna siz şərait yaradırsınız? Yəni, şəkli ora qoymayanda olmur. Ya məqsədiniz var qoysunuz, kimləsə tanış olmaq üçün, ya da ki, yəni niyə qoysunuz? Sabahsı gündə o sizin o videolar, şəkillər yayılanda qardaşınız, əriniz, atanız həyatda kimlənsə sözü çəp gəldi, belə deyək də, dalaşdı. Sabahsı günü bizdə də belə şey var da, o insanı sındırmaq üçün, o insanı haqsız çıxartmaq üçün, pisikdirmək üçün qayıdıb deyəcəklər ki, sən qızının şəkilləri, videoları internetdədir, get bir onu yığ, nə bilim, qardaşınıza deyəcəklər, get bacının şəkillərini, videolarını yığ, yoldaşınıza deyəcəklər və ondan sonra da ailə dağıla bilər. Yəni, bunlar nəyə lazımdır? Niyə ailəli qadındır və yaxud subay qızdır, şəkillərini başqa kişilər görməlidir? Yəni, Elnarə xanım da bunu deyibdir, məqsədi bu olubdur və burada da 100% yox, 1000% haqlıdır. Onu yıxdı, sürüdüz ki, ay, özü toya gedir, 1000 dənə kişinin qabağında, piyan kişinin qabağında oxuyur. Birincisi, onun sənəti odur, o müğənnidir. O çıxır səhnədə, muzikantların yanında oxuyur. Yeri gələndə sizin özünüz toya getmirsiniz. Gedirsiniz, o içən kişilərin qabağında da çıxıb hələ oynayırsınız. Bəzilərinizin sinə açıq, bəzilərinizdə kürək açıq, çıxıb oynayırsınız. O piyan kişilər də o üzə keçir, basa-bas olur bir də görürsünüz də. Adam əlində dəyir də, hələ belə baxır da. Nə olur? O söz olmur. Amma Elnarə xanımın sənətkardır bu. Bunun işi budur. Çıxır özü Elnarə xanımı hamı tanıyır. Geyimi necədir, namusu, qeyrəti necədir, xasiyyəti necədir, necə qadındır. Elnarə xanıma söz demək olmaz. Yəni onun namusuna, qeyrətinə. O orada çıxır, oxuyur. Yəni, sizinki söz olmur, onunki sözü. Yəni, bu nə cahil fikirdir, orada yazısız, ay, özünü kişilər görmür. Özü müğənnidir. Özü müğənnidir. Siz kimsiz axı? Aktyorsuz, aktrisasız, müğənnisiz, sənət adamısız, yəni şairəsiz, nə bilim, bəstəkarsız, jurnalistsiz, aparsız, kimsiz ki, sizin şəkillər Instagramda, TikTokda, nə bilim, digər sosial şəbəkələrdə gəzməlidir. Siz kimsiz axı? Siz kiminsə anası, kiminsə bacısı, kiminsə arvadı, kiminsə qızısınız. Və onları düşünən adam şəklini heç vaxt paylaşmaz. Elnarə xanımdır, digərləridir, sənət adamları, onlar sənət adamlarıdır. Onların həmişə şəkilləri olubdur. Və siz kimsiz axı? Sənət adamları. Bugün baxsan ki, kişili qadınlı, kişilər heç, kişilər indi şeydir. Amma bugün baxsan ki, hamı video çəkir, hamı belə deyək, sənət adamları qalıb qıraqda, aktyorlar, aktrisalar, blogerlər onları keçibdir. Nə bilim,
ta nələr eləyib videolar çəkilir, biabırçı, üzr istəyirəm, həmişə demişəm, biri anasını şeydə kravatda çəkir, biri yoldaşını kravatda çəkir. Valla aktyorlar, aktrisa, sənət adamları belə hərəkətləri eləməyibdi. Video kinoyazıda çəkiləndə bilinirdi ki, bu kino üçün çəkilir, nəsə bir üzr istəyirəm da kravatda, divanda, zadda çəkiləndə. Amma bugünkülər anasını çəkir, nə bilim bacısını çəkir, qızını çəkir, arvadını çəkir kravatda. Səs yığmaq üçün, pul qazanmaq üçün ayıbdır. Valla ayıbdır. Nəysə, birini qoyub birinə keçəm. Yəni Elnarə xanımın da fikri odur ki, yəni bunun nəyə lazımdır? Həqiqətən də nəyə lazımdır axı? Şəkli qoyan qızlara 1000 dənəsi yazır. Valla 1000 dənəsi yazır. Mənim bir iş yoldaşım vardı keçmiş. Deməli o vaxtı Rusiyada oxuyub gəlmişdi. Və gələndən sonra da o vaxtı hələ harca bir 2015-in 16-nın söhbətidir. Deyirdi ki, bir dəfə Adnaklasnikdə səhifə açıb, heç şəkil zad da qoymayıbdı. Ayrıca adını yazıbdı. Ürək 2-3 dənə şəkil qoyubdu. Rusiyadakı Adnaklasniklərini, sinif yoldaşlarını tapmaq üçün. Deyir, Allaha and olsun, o qədər oğlanlar yazdı ki, salam xanım, gəl tanış olaq, 1000 dənə pis şəkillər. Deyir, 3 gündən sonra mən o səhifəni bağladım ki, yəni şeydir da, hamı yazır. Və belə də bütün o qızlara da Instagramda, TikTokda, nə bilim, digər o Facebookda zətdə olan, şəkil qoyan qızların 99-una yazırlar. Girib baxırsınız, belə deyim, nəsə bir məlumat almaq üçün. Şey eləyin, belə deyim, hansısa bir nəsə bir pişik şəkli qoyun, hansısa bir heyvanın şəklini qoyun, nə bilim ürək qoyun. Adınızı da yazın, oğlan adı yazın da. Yox, qız adı yazsa deməli siz nəsə belə tanış olmaq üçün eləyirsiniz, ya nə bilim nə. Nə bilim, yəni çoxuna yazırlar. Nəsə indi öz işinizdə, mən heç kimin işinə qarışmıram. Kimə də yazırlar, yəni hərə öz evinə cavabdehdir. Yəni evindəki bunu düşünərək məncə qoymaz. Yəni Elnarə xanımın dediyində 100% yox, 1000% həqiqət var və bunu da anlayın. Ay, özü niyə belləyir? Özü müğənnidir. Siz bə kimsiz? Siz kimsiz? Siz özünüz toya getmisiniz, o piyan kişilərin qarşısında oynamısınız. Piyan kişilər yanınızda o üzə də keçir, bu üzə də keçir. Yəni birinci insan özündə günah axtarar. Nəsə danışanda özündə günah axtarar ki, məndə günah varmı? Amma insanların 60%, bəlkə də ondan çoxu, 70%-i heç vaxt deyir ki, məndə günah yox. Günahı ola deyir ki, mən haqlıyam. Haqsız tərəf orada, amma o biri tərəfdə. Ancaq ki, haqsız özüdür. Yəni heç vaxt 70% insan heç vaxt demir ki, günah məndədir. Ona görə nə bilim, yəni biraz insan günahı özündə axtarar və kimi də yıxıb sürməkdən əvvəl, baltalamaqdan əvvəl insan günahı gərək özündə axtarar. Nəysə, bu qədər. Sağ olun, salamat qalın.